Vüqar bəy, mən düşünürəm, siz necədir? Baxın, necə biz biznesdə, məsəl üçün də hər hansı bir əməkdaş bir satış eləyəndə, nəsə bir şey eləyəndə ona bir bonus formasında, nəsə bir, belə deyim də, bir məbləğ ödəniş olunur, nəsə bir hədiyyə olunur. Yəni, bəlkə də dövlət qurumlarında biraz onların işləmə prosesini biraz fərqli yanaşmaq lazımdır ki, baxın, sən bir layihə çıxart, yəni orada əməkdaşın özü belə maraqlı olsun. Bir layihə çıxart, maraqlı bir şeylə ki, onu o layihəni çıxart və o reallaşanda, məsələn, orada müəyyən bir bonus əldə eləsin. Yəni bu yəni o da bir belə baxanda dövlətin özü də bir biznesdir də, sadəcə olaraq böyük bir biznesdir də, yəni iri bir biznesdir, hansı ki fəaliyyət göstərir. Yəni belə eləmək olmazmı ki, yəni o effektivlik məsələsidir, həm də Elon Musk'ın effektivlik məsələsidir. O əslində yanaşma doğru idi, hətta Amerikada belə o qoymadılar onu çox hərəkət eləyə bilsin. Yəni burada yəni çıxış yolu nədir? Adam ikisinin arasında qalır da. Ya nə ora nə bura qalırsan. Niyə eləmək olar? Nədən başlamaq olar ümumiyyətlə? Mühiti dəyişmək lazımdır. Baxmaq lazımdır ki, sırf düşüncə tərzi. Düşüncə tərzində harda problemlər var? Birinci düşüncə tərzini dəyişmək lazımdır. Yəni başa düşmək lazımdır ki, sahibkarlıq vacibdir. Necə ki onu Dubayda elədilər. Və baxmayaraq ki, yəni onlar neftlə rahat uzun müddət dolana bilərdilər və neftin qiyməti əla idi. Onlar əvvəlcədən özlərinə hədəf qoydular ki, gəlin biz neftdən asılılığı azaldaq və indi 3%-dən aşağıda artıq neftdən asılılığı onların iqtisadiyyatı. Və prioritet düzgün seçəndən sonra baxmaq olar ki, bunu eləmək üçün nələr lazımdır? Deməli, bura dəstək vermək lazımdır, ora dəstək lazımdır. Yəni, buradan formalaşmalıdır, artıq yanaşma. Mən təzəlicə bir seriala baxdım. Çox orada belə gözəl bir məqam var idi. Amerikada Yellowstone. Xanım gedir yoldaşının yanına, rançoya gedir. Onlar da orada yəni inəklərə baxırlar da. Polis bunu saxlayandan sonra yəni cərimələmək istəyir. Sonra deyir ki, hara gelsən? Deyir yoldaşımın yanına. Deyir hara? Deyir ki, falan ranço, rançonun adını deyir. 666 səfər olsa. Bəli, çıxardır ona verir. Deyir, spasibo za службу, thank you for serve. Yəni ki, xidmət edir. O da təəccüblənir ki, niyə? Deyir, biz bilirik də bizim ətimiz hardan gəlir. Yəni o, mən hesab edirəm ki, bax o düşüncə tərzi dediyimi, bax odur. Yəni biz başa düşməliyik ki, sahibkara dəstək vermək lazımdır. Yəni bu dəqiqə dövlət qurumları bir-birinə kollega kimi baxır. Adi misal deyim də, sizi polis saxladı, məni saxladı, bir də dövlət qurumunun işçisini saxladı. Dövlət qurumu işçisi deyir ki, mən məhkəmədə işləyirəm, polis deyir, yaxşı sağ ol, verir sənədini çıxır gedir. Sahibkar olanda baxmır ona. Çünki ona kollega kimi yanaşır. Yəni məhkəmənin özündə belə bu proses var. Bizi Mərkəzi Bank müəyyən protokol tərtib eləmişdi, vermişdi məhkəməyə. Və biz məhkəmə zamanı mən belə çox pis oldum. Nəyə görə? Çünki biz iki instansiya üzrə idi. Bir var idi məsul şəxs kimi, şəxsən mənə vermişlər məhkəməyə. Bir də şirkətimizi. Və orada gördüm ki, hakim heç baxmır ki, nə yazılıb. Problem nədir? Doğrudan bizim günahımız var, günahımız yoxdur. Görür, dövlət qurumudur, formal yanaşır. Hiss edirəm ki, heç qulaq asmır nə məsələdir. Getdi, qayıtdı, maksimal cərimə nədirsə, maksimal cərimə 50 min, yazdı 50 min. Məsul şəxs kimi maksimal cərimə nədir? 10 min götürdü, yazdı 10 min. İndi sağ olsun, apellyasiya gedəndən sonra bəxtimiz gətirdi. Yəqin ki, biz lotereya utduq ki, apellyasiyada yaxşı bir hakim çıxdı qarşımıza, hansı ki, doğrudan prosesi incələdi. Belə də əməlli başlı Mərkəzi Bankın vəkilinə göstərdi ki, bunlardan asılı olmayan bir prosesdir və 50 mindən saldı 30 minə. İndi digər təşkilatları görürəm ki, hamısında 50 min, 50 min, 50 min, 50 min gedir. Çünki yanaşma bu formadadır. Yəni, hakim elə bilir ki, onun kollegasıdır o birisi, dövlət qurumudur. Əksinə olmalıdır. Əgər biz istəyirik ki, sahibkarlıq inkişaf eləsin, biz daha çox prioriteti sahibkara verməliyik, çalışmalıyıq ki, başa düşək ki, orada problem nədir, bəlkə doğrudan ondan asılı olan səbəb deyil, nədir məsələdə. Sonra məqaləni deyim internetdə də, indi axtarış versəz, görəcəksiniz ki, yazılıb internetdə ki, bizim qurum cərimə olunub və onun başlığını oxusaz, yəni başlığın biz necə başlayır? Nə bilim, antiterrorçuluq qanunu, nə bilim, nə çirkin pulların yuyulması bəndin, nə bilim, nə bu qədər. Elə bil ki, biz terroristik də. Yəni bu formada məqalə dərc eləmək, sahibkar haqqında bir araşdırın, baxın, o qanunun adıdır. Biz orada, nə bilim, hansısa sənədlər çatışmayıb, protokol çatışmayıb, bizə tədbir planı veriblər, onu bağlamışıq çoxdan. Belə baxanda olur da. Yəni, xırda bir şeydir, amma bizim müştərilər onu oxuyanda baxır ki, bunlar orada nəsə çirkin pullar. Yəni kim onun
Detalına diqqətlə girən detalına yoxdur, gedəcək hə. ki, ancaq kim sözünə sual verir ki, bu nədir? Terrorizmlə nə bilim nə yazılıb, cəmi 10.000 cərimə. Bəs bunu türməyə zada salındır, amma axırda bir prosedurda onu da çoxdan həll eləmişik. Yəni bunu dərc eləyən adam da məsəl üçün bu mediada fikirləşmir ki, mən bunların imicine zərər verirəm. Yəni bizim də hansısa ağıllı rəqiblərimiz bilərəkdən ki, bu xırda bir şeydir, bizim müştərilərə göndərir ki, görürsüz bunlar nə işlərlə məşğuldur. Yəni bunlar hamısı sahibkarlığa zərbədir. Mən Mərkəzi Bankla görüşdə də onu dedim ki, siz bizim imicə zərər vurdunuz. Deyirlər ki, biz bankları da cərimələyirik də. Deyirəm, banklara etibar var. Hamı örgəşib də ki, bankdır, böyük qurumdur, heç yerə gedəsi deyil. Yəni biz fintech-ıq, nəsə bir təzə yaranmışıq, bazarda bilmirlər nədir. Nə qədər doğrudur sahibkarlar haqqında belə bir şey dərc eləmək internetdə. Yəni yazanda heç olmasa açıqlamasını verin ki, bu nəsə sənəd müştərinin sənədini vaxtında toplamayıb, hansısa prosedurda hansısa vergülü düzgün qoymayıb, belə başlıq. Deyirlər qanunun adı elədir də. Yəni qanunun adı elədir, okey, gəlin onda imicə zərər vuraq. Yəni yanaşma düzgün deyil. Bildiniz nəyə nəzərdə tuturam?